Ləzzət ovçusu bugün gəzək görək verilişində Şərurda olaq. Ləzzət ovçusu ilə gəzək görək bu dünyanı. Dal, bal, dərəniş. Üzü yuxarı, dağlara doğru get. Addımları, adlı sanlı unudulmaz o dadları. Gəzək görək. Şəlalənin hündürlüyü nə qədər olsa yaxşıdır. Darları, tarixi addımları. Bu bitkinin sirri nədədir? Bilirsiniz? Unudulmaz o dadları. Gəzək görək. Tez sarana götdü qaçdı. Həmin arpa çay burada elə. Bazarları, tarixi Parmağımızca biz yeyək nə ağdır? Siz yiyin. Alın. unudulmaz o dadları. Bax. Gəzək görək bir abilər. Ləzzət ovçusu. El arasında bura Aziyarət piri də deyirlər. Bizim kəndimiz çox keçmişi kənddir. Gəzək görək bir abilər. Ləzzət ovçusu izlə. Ləzzət ovçusu ilə gəzək görək. Hər vaxtınız xeyir olsun, sizi salamlayıram. Ləzzət ovçusu bugün gəzək görək verilişində Şərurda olacaq. Şərur rayonunun yuxarı Yaycı kəndinə gedəcək. Elə məhz Şərura tərəf gedəndə 7 kilometr qalmış Arpaçay axır həmin yerdən. Arpaçay körpüsünə çatmamış, buradan üzü yuxarı, dağlara doğru gedirik. Bugün bilmirəm hansı ailədə olacam, hansı adət və ənənələrdən söhbət gedəcək. İndi isə vaxt itirmək istəmirəm. Gəlin birgə bu gözəllikləri sizinlə gəzək, görək, kəşf edək. Yol kənarında meyvə ağaçlarının axsanda daha çox görsənir. Deyirəm ki, bax, Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün ərazilərində, hətta ölçü ilə desəm, 90% ərazisində, yol kənarlarında meyvə ağaçları mövcuddur. Ərik, tut, qoz, ondan sonra nə var, Rəfət? Göycə, alça, gilənar və s. kimi meyvələr var. Allah bunu əkənə, əkdirənə, becərənə bərəkətli ömür versin, yeyənlərə də sağlam ömür. Bax, ərik tökülüb yerə. Birinci Bismillah deyib yerdəkilərinə baxırıq. Bismillah. Gətir yaxından bax ərin gözəlliyinə, maşallah. Bu arada qırmızı kitaba düşən bitkilər siyahısında yurğun bitkisi var. Bu yer gəlmişkən bütün bitkilər içərisində ən çox oksigen verən, oksigenlə zənginləşdirən havanı bitkilər sinifinə aiddir. Bax bu. Azərbaycanda isə elə məhz bu bitki qırmızı kitaba düşmüşdür, kəsilməsi qadağandır. Çiçəyi isə dərman kimi istifadə olunur. Yurğun balı da ayrı olur. Yəni bu çiçək verəndə arılar bundan bal və nektar toplaya bilirlər. Əyləşdi Zahir. Heç soruşmadın, nə yığdın? Sən üçün ərik yığdım. Özü əllərimlə ağacdan dərdim. Verək Zahir yesin. Sonra deyək ki, belə yoldaşçılıq olar. Sağ olsun, bizim əziyyəti çəkir. Buyur. Yolu davam etdikcə maraqlı mənzərə ilə birgə meyvələr də diqqətimizdən yayınmır. Bu isə gilənar. Allah bunu əkənə, becərənə, əhdirənə, saxlayana bərəkətli ömür versin. Gözəldir ha. Gedə. Çox faydalıdır. Yol boyu alma, gilənar, gilas və göycə, alça. Alma mexuşdur, duzuna ləzzət eləyər. Maşallah, maşallah, maşallah. Buna baxın. Baxın, baxın, bax. Burada arpaçay. Bol balıqlı, bol sulu, bərəkətli. Mən girib üzəcəydim. Üzmək üçün
vaxtımda var idi. Amma üzməyəcəyəm. Bura çox dərin olar. Apardı sellər saranı, bir ala gözlü balanı. Arpa çayı aşdı daşdı, sel saranı götdü qaçdı. Həmin arpa çay burada elə. Quşların səsi, arpa çayın gözəlliyi. İnsanın könlü, ruhu dincəlir. Bu mənzərəyə baxdıqca. Getdik, vaxt itirməyək, gedək. Bismillah. Ya Allah. Beləliklə arpa çayın kənarında, sahilində, hövzəsində yerləşən Yaycı kəndindəyik. Eləməz bizim səfərimiz axı yuxarı Yaycıyadır. İşarət göstərdiyi kimi 15 metr sonra üzü yuxarı Yaycıya doğru yola düşürük. Yolumuza davam edək. Beləliklə biz yuxarı Yaycının, bax gördüyünüz kimi ərazisinə daxil oluruq. Bax beləcə biz yuxarı Yaycı kəndinə daxil olduq. İndi isə tanış olacaq ailə ilə bağlı olaraq əlaqə saxlayaq. Bizi dəvət ediblər bu kəndə. İnşallah ki, bu kənddə həmin yoldaşlarla görüşüb, həm də bu kəndin gəzməli, görməli yerləri ilə də yaxından tanış olarıq. Deməli, Yaycı kəndinə gəldik, çatdıq yuxarı Yaycı kəndinə. Kəndin girişində diqqətimi çəkən məqamlardan biri də yol nişanı idi. Bax, bu nişan yuxarı qalxmaq qadağan işarəsi göstərir. Ümumiyyətlə, bir belə kəndlərdə olmuşam, yol nişanı ilk dəfə bu kənddə görürəm qadağan və yalnız buradan qalxmaq olar. Belə nişan biri də harda görmüşəm, kənd deyil, şəhər. Qax şəhərində. Yolun birindən, Qaçaqnəbi küçəsindən yuxarı qalxırsan, Heydər Əliyev prospektindən isə aşağı yenirsən. Bu tikintilər, bu tikilişlər kəndin qədimi kənd olmasından xəbər verir ki, doğrudan da çox qədimi bir kənddir. Deməli, bu kəndə çatdıq. Əlbəttə girişi çəkmişdim. Marif bəy ilə tanış olduq. Salam Marif bəy, necəsiniz? Çox sağ olun. Kəndin gözəl görməli yerləri haradır? Gözəl burada Ağdərə filimiz var, şəlalə. Şəlalə var. Şəlaləsi də var, hər bir şey var. Aha. Çox gözəl yerlərimiz var. İndi qalxayım biz gəzəyim bax. İnşallah, inşallah. Deməli, yolu gələrkən doğrudan da yol çox maraqlı idi. Gördüyünüz kimi adını eşitmişdim, amma bu qədər gözəl olduğunu bilmirdim. Həm gözəl yaşıllığı var, həm kənd gözəl relyefdə yerləşir. Yolu gələrkən diqqətimi bir bağ saldı ki, dağların tam qoynunda, ən yuxarıda elə məhz bu kişinin bağıymış. Salam aleyküm bir də. Aleyküm salam. Necəsiz? Sağ olun. Xoş gəlibsiz. Həmişə siz Xoşunuza gəlir. gələsiz. Çox sağ olun, Allah razı olsun. Biz də burada yaşayırıq.
Kətdən ən azı 2 kilometr aralıda Yuxarıda yaşayırsınız. yuxarıda o yaycıdan yuxarıda Çəkilmisiniz dağlara. dağların qoyununa. Bəli. Bağla tanış ola. Ola bilərsiniz. Bir baxın, gözəl əkinlər əkmişik, bağımız var, meyvə ağaclarımız var. Özünüz bu kətdənsiz. bu kətdənik. Bu kətdənik. Sonradan ev tikib köçmüsünüz. Bəli. Bizə də cəmaət kimi diri yeri vermişlər, torpaq bölgüsü vermişlər 90-cı ildə. Aha. Biz də buranı qurya ilə götürmüşdük. Dedim Allah Taala bunu mənə qismət eləyib, mən heç hara getməyəcəm. Aha. Mən elə burada oturacam. Burada oturdum, özümə şərait qurdum, bağ saldım. Əvvəl nə işlə məşğul olursunuz? Əvvəlcə mən su idarəsində işləmişəm. Aha. Arpaçay dəryasasında. Aha, maşallah. Sonra burada özümə yuva saldım. Dövlətimiz də sağ olsun. O vaxt mənə qaz çəkdi. Oradan uzaq bir 2 məsafədən kilometr. 2 kilometr yox. Burada axırıncı evdən 600 metrdir. Elə mi? Hə, dövlətimiz də sağ olsun işıqla, hər şeylə təchiz elədi. Çox Ne- gözəl işə. Deməli bağınız var. Heyvanlarınız da varmı? Mənim yox, uşaqlarımın var. Arılarınız. Arımız da var. O bir oğlum baxır, aşağıdadır, buradaydı. O biraz yıxılmışdı, keçən bir vəziyyəti biraz yaxşı deyildi. Hə, Arılar Allah apardı kömək olsun. aşağıdadır. Hə, Arısı elə beçə vermişdi bu gün. Maşallah. Arını gəldi buradan yeşik zad apardı. Yeşiklər zad da var. Buyurub keçib bağımı da Baxaq, çəkirlərsə, gedək. Bu il şaxta apardığı ağaclarımızı, ərik Soyuq, ağaclarımızı. yağıntı çox Bəli, oldu. yox. Aprel ayında çiçək vaxtı şaxta oldu. Ağaclarımızı şaxta apardı. Aha. İldə olur. Mənim burada 35 ağac ərik ağacım var. Maşallah. Cəz ağaclarım var. Bu il hər il belə olmur da. Elə illər olur ki, bol məhsulumuz olur. Elə də olur ki, şaxta aparır da. Yaxşı, Hə. bu arada deyim, bu dağlar ki görürük. Bu gördüyümüz qabaqçı dağ Cənnət qayası deyirlər ona. Dədə babadan o dağın adı elədi. Cənnət qayası olur. Yaxşı, bəs siz mənə deyin görüm, burada dağ keçisi, çöl heyvanlar rastlaşır mı? Kəhli olur burada. Kəhli olur, dağ keçisi də olur, görürük təsadüfi. Ayı. Ay olmur. Oxlu kirpi görürük. Eləmi? Hə, kirpi görürük. Həyatınıza Bu- nə girir adətən? Adətən porsuq gəlir, kirpi gəlir. Pomidorlarınız maşallah vərrəmsən. Bəli, buranın pomidorları çox dadlı olur. Çünki Ha. çeşmə, bulaq suyu içir, bulaq suyu içir. Bura Çeşmə suda bulaqlardan Hə, gəlir. bulaqlardan gəlir. Kəndin yuxarı hissəsindən bulaqlarımız var bu kətdə. Ondan istifadə edirik. Bibarımız var, pomidorumuz var. Bütün meyvələrdən nar ağaclarımız, üzümlərimiz. Bəs gilaslar harda? Deyirdiniz gilas. Gilanar oradadır. O deyək O gilas. de. Gedək görək o Gedək, gilas. gedək. Bizi bəs siz niyə bu yana gətirsiniz gilas? Əsas yer, gəl. Bəs sən bu gözəl gilası qoyub aparmısan mənə. Ha, Maşallah, maşallah. Yemək olar. Olar. Bismillah. Bunu satırsınız yəqin. Yox, elə pay verirəm. Bax, gedəcəm Bakıya. Heç olmasa bir 2-3 yeşik yığıb aparacam. Orada qardaşım var, bacım var. Lazım gəlsə artıq qalsa satırıq da. İnşallah. Yığacam, aparacam qardaşlarıma, bacılarıma. Aparmamış ya biz yeyək nə ağdır? Siz yeyin. Al. Bax. Bax. Maşallah, maşallah. Qəşəng gilasdır. Özdə Allah bərəkət verib bu il. Verib, buyur. Doğrudan da elədir. Hə. Bəs kiminlə yığırsan? Uşaqlarımla yığıram. Ha. Gəlib indi kömək Böyüklər, eləyirlər. uşaqlar. Böyüklər. Nəvələrim Maşallah. institut oxuyanı var. Ha, maşallah. Hərbidə olanları var nəvələrimdən. Hərbidə işləyənlər var. Bəs kimlə yaşayırsınız burada? Bir yoldaşımdır, bir mənəm. 4 uşaqdır, bir qız, 3 oğlan. Hamısı ailə qurub, hərə özündədir. Evi, eşiyi hamısı ayrıdır. Məhəmməd Əli bəy, gənclərə tövsiyə nədir? Gənclərə tövsiyəm odur ki, zəhmətkeş olsunlar. Zəhmətkeş ol. Çünki zəhmətlə qazanılan halal mala heç nə çata bilməz. Düz yola getsinlər. Gənclərə nə arzulayaram? Arzulayaram ki, həyat gözəldir, yaşamaq gözəldir. Amma düzlüklə, halallıqla, zəhmətlə doğru yaşamaq lazımdır. Yaxşı, bu arada nə olursa olsun, əgər iş üçün bir gün şəhərlərə köç etmişsinizsə, dolanışığınız normaldırsa, kənddəki ocaqlarınızı tamamən söndürməyin. Heç olmasa ildə bir dəfə gəlin, bir baxın, qalın, o zövqü yaşayın. Mən yəni belə düşünürəm, çünki mən elimə, obama, yurduma çox bağlı insanım. Dünyanın bir 58 ölkəsində olsam da belə və illərlə
Naxçıvanda yaşamasan da belə, amma son illərdə mənim Naxçıvana olan sevgim bitmir. Elə ata yurdumda daim olmaq Doğru, çox istəyirəm, düz deyirsiz. çalışmaq istəyirəm. Səhər tezdən dururam, saat 5-6 işləmişdən həyətdə pomidoru, badımcanı, biraz tikinti, arı, bir sürü iş görürəm məndə. Yəni mən sizin tamamilə dəstəkləyirəm sözünüzü və burdan kiməsə bir deyəcəyiniz bir söz varmı? Biz yolumuza davam edəcəyik birazdan. Mən gənclərə arzulayardım, düzdür, vətən gözəldir. Şəxsən mənə Bakıda 3 otaqlı ev verələr o zdaniyada. Mən orada pulsuz verələr, mən orada yaşamaram. Var. Mənim o qədər ürəyimə yatır ki, mən burada orayla burada 5 dərəcə istilik fərqi var. Bu 2 kilometr aşağı ilə burada. Bura o qədər gözəl havası var ki, sərinlikdən iki şeylə, adyalla Mən yatıram. məsələn o binada yaşayanda özümü qonaq hiss edirdim. Mən düşünürəm ki, həyatının gözəl anını gözəl yerlərdə keçirtməyə çalışın. Amma unutmayın ki, biz torpaqdan yaranmışıq və torpağa da qayıdacağıq. Allah hər birimizə can sağlığı versin, heç kimə də möhtac eləməsin. Yolumuza davam etmək istəyirəm. Biz yolumuza davam edək. Görək hələ nələr olacaq, fərqli nələr görsək mütləq sizlə bölüşəcəyik. Oldu qardaş. Sağ ol. Bir çayımı da içərsin. Bir çay qoyun, bir çayım için. Sağ ol. Nəhayət ki, gəlib çıxdıq bura. Yer gəlmişkən biraz əvvəl olduğum o kənd, axırıncı olduğum Məhəmməd Əli kişinin evi dəniz səviyyəsindən 1518 metr yüksəklikdə yerləşir. Bu kəndin gəncləri, insanlar gəlib bax elə məhz bu ərazidə də istirahət edirlər. Həm bulaq var, həm də gözəl yer. Rəfət, yencəl gedək. Olduğumuz ərazi yuxarı Yaycı kəndinin tam üstündə yerləşir. El arasında bura Aziyarət Piri də deyirlər. Burada nəyə qeyd etmək istəyirəm? Buranın fərqli coğrafiyası və eyni zamanda relyefi var ki, diqqətimi cəlb edir. Bu relyeflərdən biri də daşın orada durması, burada bir dəlik daşın olması yuxarıda və eyni zamanda da qarşıda şəlalə vardır. Qısa vurğulamaq istəyirəm ki, İnanclar fərqlidir. İnancları sorğuya, suala çəkmək bizim həddimiz deyildir. Hər kəsin öz inancı vardır və bizim işimiz gəzməli, görməli yerləri sizinlə tanış etməkdir. Yuxarı Yaycı kəndi haqqında ümumi məlumat çox almışdım. Hətta dəfələrlə bu kənd haqqında demişdilər. Demək ki, dediklərindən daha yaxşıdır. Düşünürəm ki, bir Azərbaycanlı olaraq və bir Naxçıvanda yaşayan vətəndaşlar olaraq belə mütləq bu gözəl yerə, bu gözəl kəndə gəlmək lazımdır. Kəndin əhalisi çox qonaqpərvər, insanları çox mehriban, adət və ənənələri haqqında isə elə çay süfrəmizdə oturanda söhbət aparacaq. Amma yer gəlmişkən mən bildirmək istəyirəm ki, bu gözəl yerdə əlbəttə ki, gəlib manqalın, ocağın, bax burada yeməyi hazırlayıb istirahət edə bilərsən. Amma ətrafı kirlətməmək şərti ilə. Çünki biz insanıq. Əgər yemək yediksə və ya bir yerdə əyləndiksə, təmizlik və səliqəliliyimizi qorumalıyıq. Əslində bir tərəfi də düşünürəm ki, belə yerlərin ziyarətgah, pir, kimin adlanmasının əsas təməl səbəblərindən biri də elə o qorxu hissinə görə bu əraziləri təmiz saxlasınlar deyə. O dəlik yer görürəm, bizim kəndin üstündə də bir pir var. Uşaq vaxtı dedilər ki, ora gedəndə əlboz getməzlər. 7 dənə daş götürərsən. Görüm Rəfət, belə atacam ha, əstəğfurullah, Allah şey üçün atıram, belə
Yəni bu heç bir inanca görə deyil. Görüm o deşiyi atı. Niyyət edirsən atsan. Sən elə, mən eləmirəm. Niyyəti bilən Allahdır. Bismillah. Birini attım, düşdü. Bunu da Zara görə göndərirəm. Bunu da Rafət, sənə görə bu çox xırdadır, söz-söhbət yaratmır. Gəl Marif qardaş, gəl. Yox, ilanlı çayanlı yerlərə məni göndərsin. Yox. Bura inan ilanların məskənidir. Yox. İlan yox. Həqiqi Olmur mən burada ilan biz bu, görmürük. burada Kətdə yoxdur. olur ha, yəni burada yox, ilan yatağı Sən olmur. mağaranın gözəlliyini, bəlkə elə qalaq istirahəti. Ha, bax suyun axmasına baxın. Çox gözəldir. Şəlalə buranı deyir. Yox, şəlalə bunun arxasıdır. Ürəyim qırıldı, şəlalə deyir. Yox, şəlalə arxadadır. Müəllim buyurun gəlin, bax. Ən gözəl təmiz sudur. Bismillah. Su içək, Rəfət. Rəfət, soyuqdur. Ha, sərin. Nə dadlı sudur. Ha, süzən Çox sudur gözəl. bu. Daşdan süzən sudur. Ən gözəl Bunun sudur. üstündə nə var ki? Heç nə. Burada üstündə mağara var. Ümumiyyətlə, mən deyim ki, mağaranı çox bəyəndim. Çox gözəl. Elə burada da gəl yatasın. Ha. Axşam ayzət gəlmir ya. Yox, burada ayı yox. Burada ayı yox. Ha. Buradan bilavasitə səslənirəm. Ətraf mühitimizi təmiz saxlayaq. Mən düşünürəm ki, hətta hər bir bölgədə icra nümayəndəliyi nəzarət edir ki, təmiz qalsın, qonağı gəlir. Sağ olsun. Bura Zaman- sizin evinizdir da. Düzdür, doğrudur. Bəs deyin görək qonaqlar necə, olurmu? Olur. Ən çox Qonaqlarımız çox qonaqlar hardan gəlir? Zülfadan da gəlir, Naxçıvandan da, Şahbuzdan da, rayon Sədərəkdən də, hər yerdən qonaqlarımız olur. Amma bura gözəl külək var. Əlbəttə ki, çox sərin yerdir. Çox gözəl. Ha, namaz yeri oradır. Hə, bəli, o. Oradan gəlirsən Yəni orada niyə qılırlar ki? namaz o- üçün oranı belə deyək də düzəldilib. Təbii şəkildə əlbəttə ki, hazırlanıb. Çünki Allah Teala buyurdu ki, yer kürəsi sizin üçün səbzədir. Bəli. Bu da şəlalə. Hə, bəli. Bu da Buradan yuxarıda demək dağlar var da ki, bu su gəlir. Bəli.